Son illər həm erkən nikahlar, həm də qohum evliliklərinin sayı çoxalır. Reallıq TV xəbər verir ki, bunu sosioloq Lalə Mehralı Global Info açıqlamasında deyib. O qohum nikahlar üçün təyin olunan qadağa müddətinin yaxınlaşdığını xatırladı. Bir neçə aydan sonra qanuna görə qohumlar arasında nikah mümkün olmayacaq. İnsanlar o vaxta qədər elə canpaşanlıq göstərirlər ki, sanki dövlət faydalı işi qadağan edir. Anlamırlar ki, bu genofondumuz naminə atılan addımdır. Sosioloqun fikrincə, qanun çoxdan qüvvəyə minməli idi. Yaxşı olardı ki, elə müzakirələr gedən zamandan qanun qüvvəyə minərdi. İnsanlara bir il müddət verilməzdi. Bilirsiniz nə qədər qohumlar arasında nikah bağlandı? İndi çoxlu sayda qohum evliliyindən uşaqlar dünyaya gələcək. Hələ qanun qüvvəyə minənə qədər proses davam edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024-cü ildə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqların, bioloji qohumluğu olan əmi, dayı və qardaş bacı qızı, həmçinin bibi, xala və qardaş bacı oğlu daxil edilib.